Şəmkirdə qidadan kütləvi zəhərlənmə baş verib. Gəncə xəbər azın məlumatına görə hadisə rayon ərazisində fəaliyyət göstərən restoranların birində qeydə alınıb. Belə ki, məclisdən sonra 11 nəfər qida zəhərlənməsi diaqnozu ilə Şəmkir rayon mərkəzi xəstəxanasına yerləşdirilib. 1967-ci il təvəllüdlü Rüxsarə İskəndərova, 1973-cü il təvəllüdlü Gülbəniz Cəllova, 1994-cü il təvəllüdlü Famil İskəndərov, 1994-cü il təvəllüdlü Sevil Cəllova, 1995-ci il təvəllüdlü Mədinə İsmailova, 1999-cu il təvəllüdlü Rüfət Qurbanov, 1999-cu il təvəllüdlü Türə Daşdəmirova, 1999-cu il təvəllüdlü Fatimə İskəndərova, 1999-cu il təvəllüdlü Rasim Şirinov, 2007-ci il təvəllüdlü Leyla Qurbanova, 2015-ci il təvəllüdlü Aysu Abbasova. İlkin məlumata görə zəhərlənməyə məclisdə təqdim olunan salat səbəb olub. Faktla bağlı araşdırma aparılır. Qeyd edək ki, bu son günlər bölgədə qeydə alınan növbəti kütləvi qida zəhərlənməsidir. Belə ki, iyulun 12-sində Gəncədə keçirilən yas mərasimində 8 nəfər, iyulun 13-də şəhərimizdə yas mərasimində 4 nəfər, Samux rayonunun Aluşağı kəndində təşkil olunan ehsan mərasimində isə 12-dən çox şəxs qida zəhərlənməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib.